2026-cı il Dünya Çempionatı həm futbol coğrafiyasının 48 komandaya genişlənməsi, həm də bütöv bir epoxanın bağlanması baxımından tarixə düşəcək. Şimali Amerikada baş tutacaq Mundial uzun illər dünya futboluna yön verən, milyonları ekran başına kilitləyən bir çox əfsanəvi oyunçu üçün milli komanda forması ilə son rəqs mənasına gəlir. Yazıda yarışın yekun siyahılarında yer alan və turnirdən sonra yığma karyerasını rəsmən bitirəcək ulduzların vəziyyəti, onların komandalarındakı rolları təhlil edilir. Lionel Messi, son tacın qorunması. 2022-ci ildə Qətərdə dünya çempionu olaraq karyerasındakı yeganə əskik parçanı tamamlayan Lionel Messi Argentina millisi ilə sonuncu mundialına çıxacaq. 39 yaşlı kapitan üçün Şimali Amerika turniri yığma karyerasının son nöqtəsidir. Baş məşqçi Lionel Scaloni'nin sistemində Messi artıq davamlı qaçan yox, oyunu yönləndirən, tempi tənzimləyən beyin funksiyası rolunu yerinə yetirir. Onun hücum xəttindəki sərbəstliyini Enzo Fernandez və Alexis McAllister kimi dinamik yarım müdafiəçilərin iş qabiliyyəti sığortalayır. Messinin missiyası titulu qorumaq və Argentina futbol tarixinə növbəti qızıl səhifəni yazmaqdan ibarət olacaq. Cristiano Ronaldo rekordların son sərhədi. Dünya futbolunun digər bir titanı 41 yaşlı Cristiano Ronaldo da Portuqaliya millisi ilə sonuncu böyük turnirindədir. Beynəlxalq səviyyədə ən çox qol vuran və ən çox oyuna çıxan futbolçu rekordu məhz Portuqaliya əfsanəsinə məxsusdur. Baş məşqçi Roberto Martinez'in rəhbərliyi altında Portuqaliya fərqli formasiyalardan istifadə edir. Ronaldo hər oyunda 90 dəqiqə meydanda qalan yox, cərimə meydançası daxilində bitirici zərbə ustası və komandanı mental olaraq arxasınca aparan lider rolundadır. Bruno Fernandes və Rafael Leao'nun yaradıcılığı Ronaldo'nun gol instinktlərini qidalandıran əsas amildir. Ronaldo'nun missiyası karyerasında çatmadığı yeganə zirvə olan Dünya Çempionatı kubokunu qazanmaq və milli komandadan zirvədə ayrılmaq. Luka Modric, Vatreninin son sihirbazı. Xorvatiya futbolunun simvolu 40 yaşlı Luka Modric üçün bu turnir bir dövrün rəsmən bağlanması deməkdir. 2018-ci ildə gümüş, 2022-ci ildə isə bürünc medal qazanan Modric Xorvatiyanın qızıl nəslinin son təmsilçisidir. Modric hələ də yarım müdafiənin mərkəzində oyunun ritmini idarə edir. Luka Mateo Kovaciclə bahəm Xorvatiyanın pressingdən asanlıqla çıxmasını və topa sahib olma faizini yüksək tutmasını təmin edir. Fizikasını qorumaq üçün turnir boyu onun oyun dəqiqələri regional olaraq idarə edilə bilər. Modricə Şimali Amerikada Xorvatiyanı növbəti dəfə sensasiyalı şəkildə play-off mərhələlərinə daşımaq və estafeti gənc nəslə ötürmək missiyası tapşırılıb. Kevin De Bruyne, qırmızı şeytanların son ümidi. Belçikanın dramatik eniş-yoxuşlar yaşayan heyətində 35 yaşlı Kevin De Bruyne hələ də əvəz olunmazdı. Cari mundial onun beynəlxalq səviyyədə sonuncu böyük şansıdır. Domenico Tedesco'nun rəhbərlik etdiyi daha gənc və sürətli Belçika komandasında De Bruyne keçid hücumlarının memarıdır. Jeremy Doku və digər sürətli cinah oyunçularını uzun və kəsici ötürmələrlə təmin etmək onun üzərinə düşür. De Bruyne'nin missiyası kəskin tənqid olunan Belçika millisini turnirdə mümkün qədər irəli aparmaq və kapitan kimi yığma ilə vidalaşmaq. Bu futbol ulduzlarının gedişi təkcə adların dəyişməsi deyil. Bu, futbol taktikasında 2010-cu illərin fərdi dühallara əsaslanan sistemindən tamamilə kollektiv atletizmə və yüksək intensivliyə keçidin son mərhələsidir. Namiq Abbasov, Today Press TV.